Hörmətli, dəyərli və çox sevimli olanımız cənab İlham Əliyev. Mən Məmməd Həsənov Rahib Okyazoğlu. Şəki rayon İkisi Təhnə kənd sakini. Mənim şikayətim, yenə də bir neçə şikayətim olmuşdur dəfələrlə. Bir il bundan öncə də olmuşdur şikayətlərim cənab Prezident Ali Başkomandan. Artıq məcbur qalıb sizlərə üzümü tutdum ki, siz mənə bəlkə köməklik edəsiniz. Və inanıram, buna da inanıram ki, siz mənə artıq bir çarə taparsınız. Və Şəkinin İkisi Təhnə kəndində Cəlalov qardaşları. Elçin Cəlalov və Rahim Cəlalov və Əlvida Cəlalov. Bunlar Şəkinin İkisi Təhnə kəndində, yəni Azərbaycan qanunları ola. Yəni biz bilirik ki, dövlətimizin qanunları var. Və Azərbaycan qanunları ola, bizim Kiçik Təhnədə, Şəkinin Kiçik Təhnə kəndində Azərbaycan qanunları yox, sadəcə Rus qanunları və kriminal qanunlar. Elçin Cəlalov və qardaşları Rahim Cəlalov, Əlvida Cəlalov olmaqla Şəkinin Kiçik Təhnə kəndində insanları kriminal qanunlarla yaşadırlar. Bunlar, yəni, heç kimdən çəkinmirlər. Bunlar üçün Azərbaycan qanunları yox kimi bunlar təsvir edirlər. Və kim də, nəsə edəndə də, kimsə bunlardan şikayət belə edəndə də, bunlar deyirlər ki, gedin kimə nə istəyirsiniz deyin, biz kimsədən çəkinmirik, ya da çəkinəsi bir işimiz yox, ya da bizə heç kim heç nə eləyə bilməz. Heç kim heç nə eləyə bilməz. Yəni bunlar artıq bir neçə ildir, bu işlər belə gedir. Yəni istədikləri zaman istədikləri insanları öldürürlər də, döyürlər də, söyürlər də və tuttururlar da. Bunların ətrafında bir neçə narkoman gənclər əhatə edir və bunlar onları yanlarında saxlayırlar ki, kimisə tutturmaq üçün və kimisə narahat edib artıq bunları məcbur etmək üçün ki, kimsə bunları vursun və bunlar da bunu adamı tutursunlar. Bunun da, yəni, başında duran yenə də bu oyunlarda Şəkinin baş həkimi Məcid Əliyev. Bu, Elçin Cəlalovun qudasıdır, Məcid Əliyev. Və bunlar Məcid Əliyev bəzi ekspertlərlə əlbil olaraq yüngül dərəcəli xəsarətlərə Elçin Cəlalovun sifarişi ilə istədikləri dərəcəni yazırlar, istədikləri ekspert rəylərini verirlər və istədiklərinə nail olurlar, istədikləri zaman. Və heç kim bunlara heç nə eləyə bilmir. Və bir neçə ölümlər faktı, bilinən faktlar olmuşdur. Və yenə də bunların başında Cəlalovlar və Elçin Cəlalov və Rahim Cəlalov saxta qazilik statusundan istifadə edərək Rahim Cəlalov bir neçə ölümdə günahlandırılır və heç bir halda heç bir kəs, heç bir məsuliyyətə cəlb olunmur. Heç nə olmamış kimi bunlar yenə də öz bildiklərini eləyə gəzirlər. Əliyev Qərib Hüseynoğlu 2018-ci ildə may ayının 19-da itkin düşür və iyun ayının 4-də asılı tapılıb Şəkinin Əhmədbəyli meşəsində asılı tapılır və kim tərəfindən öldürdüyü də bəllidir. Yerləri də bugünə qədər tələb edirlər ki, meyitimiz çıxarılıb ekspertizya olunsun. Baxan yoxdur, cənab Prezident. Heç nə olmamış kimi, heç bir halda bu insanların da şikayətinə baxılmır. Heç zaman baxılmamış və baxılmır da. Və eləcə də Tural Əlioğlu bir neçə il öncə Cəlalov Rahim tərəfindən hədə-qorxularla yaşayaraq və Rahimin təsiri altında yaşamaqdan bezib insan özünü öldürmüşdür. Və cibində həmən an cibindən bir kağız parçası çıxmışdır, yazılı kağız. Və o kağızı da heç bir kəsə göstərmədilər, heç bir istintaq olunmadı və heç bir ekspertiziya da olunmadı, heç nə olmamış kimi. Yəni bunlar Kiçik Təhnədə hegemonluq edirlər. Cəlalovlar qardaşları bir neçə il öncə yenə də bir nəfərin ölümü, Məmmədov Zahir Fikrətoğlu'nun ölümü sübuta yetirilmişdir ki, bunu da bunlar artıq döyüb öldürmüşlər. Döyərək öldürüb və adını da qoymuşlar, özünü asmışdır. Amma belə bir şey olmamışdır. Və həmin şəxsin şəkilləri hal-hazırda bizlərdə var. Məndə şəxsən var bu şəkillər. Yəni, orada göstərilir şəkillərdə insanın başının arxasından vurulan zərbələr, gözünün altından vurulan zərbələr və bir neçə yerindən olan zərbələr, yəni, bugünə qədər qalmışdır. Və yenə də bu halda heç kim, heç bir məsuliyyətə cəlb olunmamışdır. Moskva şəhərində Elçin Cəlalov istədiyi zaman, istədiyi insandan hədə-qorxularla pulunu əlindən alıb mənimsəyərək Azərbaycanda özlərinə böyük bizneslər qurmuşlar. Və onlara kim Moskva şəhərində, Rusiya şəhərində pul verməzsə, həmin insanın maşını mı, obyekti mi yanacaq, ya hansısa birinin evladı oğurlanasıdır. Bir neçəsinin mağazini yanmış, bir neçəsinin maşını yanmış və şikayətlərə baxılmamışdı heç bir zaman. Və yenə də bunlar öz ədalətsizlikləri ilə irəli sürməkdədirlər. Və mən sizlərdən, cənab Prezident, Ali Başkomandan sizlərdən xahiş edirəm və mən bütün qurumlardan artıq dərəcədə xahiş edirəm. Və mən qeyd edim ki, Məmməd Həsənov Elşən bir neçə il bundan qabaq o da
Artık bezmişti, özünü öldürmek kararına gelmişti. Komşular bunu gelip kurtarmıştı. Neye göre bu da özünü öldürmek istəyirdi? Bu da artık bezmişti bunların elinden ki, bəs Erşən kiminsə üzünə naxaqdan durmalıdır. İndi artık mən bütün qurumlardan, bütün orqanlardan və mən buradan üzümü tuturam cənab Vilayət Eyvəzov, cənab Kamran Əliyev, baş prokuror və birinci xanım Mehriban xanımdan və bütün qurumlardan xahiş edirəm ki, bu işə ciddi yanaşılsın və xahiş edirəm ciddi baxılsın. Və bütün mən mətbuatdan da yenə də dönə-dönə xahiş edirəm ki, mənim bu səs yazımı paylaşın. Bütün Azərbaycan bilsin ki, Azərbaycanda yəni belə haqsızlıqlar var. Belə ədalətsizliklər var. Belə insanlar var. Bunlara insan demək olarsa. Yəni artıq mən də bu gün bezmişəm. Mən də artıq özümə ölməyə qərar vermişəm. Yəni məni bu bəladan qurtarın. Axır mən də bir gün özümü öldürəcəm. Onda mı görək nə olacaq? Və yenə də mən sözümü burada bitirirəm.